Salam dostlar. Bugün ulduzlar sizin üçün nə hazırlayıb? Hər yeni gün yeni enerjilər, yeni fürsətlər və bəzən də kiçik sınaqlarla başlayır. Bürclər isə bizə həmin enerjini daha yaxşı anlamağa kömək edir. Kimisi üçün uğur və yüksəliş, kimisi üçün isə səbir və diqqət tələb edən bir gün ola bilər. İndi isə gəlin birlikdə 12 bürc üçün günün ümumi astroloji proqnozuna baxaq və ulduzların sizə nə demək istədiyini öyrənək. Hazırsınızsa başlayaq. Qoç bürcü. Bugün Qoç bürcü üçün həm emosional, həm də düşüncə baxımından olduqca hərəkətli və yadda qalan günlərdən biri ola bilər. Ulduzların mövqeyi sizə yeni enerji, güclü motivasiya və uzun zamandır beyninizdə dolaşan fikirləri həyata keçirmək üçün cəsarət verir. Son dövrlər həyatınızda baş verən qarışıqlıqlar, planların gecikməsi və bəzi insanlarla yaranan anlaşılmazlıqlar sizi yorub. Bəzən nə qədər çalışsanız da nəticə ala bilmədiyinizi düşünmüsünüz. Amma bugün hiss edəcəksiniz ki, artıq vəziyyət dəyişməyə başlayır. Qarşınızda yeni qapılar açılır və siz bu imkanları görməyə başlayırsınız. Səhər saatlarından etibarən beyninizdə yeni ideyalar formalaşa bilər. Bu ideyalar iş, şəxsi həyat, maliyyə və ya gələcəklə bağlı böyük qərarlarla əlaqəli ola bilər. Əvvəllər sizə mümkünsüz görünən bəzi məsələlərin əslində həll yolunun olduğunu anlayacaqsınız. Sadəcə doğru zamanı və doğru addımı gözləmək lazım idi. Gün sizə bir şeyi açıq şəkildə göstərəcək, uğur əldə etmək üçün ilk növbədə özünüzə inanmalısınız. Əgər daxildə şübhə və tərəddüd varsa, ən yaxşı imkan belə əldən çıxa bilər. Bugün həyat sizdən qətiyyət tələb edir. Qarşınıza çıxacaq bəzi situasiyalarda qərarsız qalsanız, vaxt itirə bilərsiniz. Buna görə də hansı istiqamətdə hərəkət etmək istədiyinizi dəqiq müəyyənləşdirmək vacib olacaq. Çünki gün ərzində həm yeni təkliflər, həm də gözlənilməz xəbərlər ala bilərsiniz. Bəzi qoçlar üçün bu xəbərlər iş həyatı ilə bağlı ola bilər. Uzun müddətdir gözlədiyiniz bir cavab, təklif və ya fürsət nəhayət gündəmə gələ bilər. Əgər düzgün qərar versəniz, bu dəyişiklik gələcək həyatınıza ciddi təsir göstərə bilər. Maddi məsələlərdə isə ehtiyatlı davranmaq tövsiyə olunur. Bugün emosional qərarlarla hərəkət etmək riskli ola bilər. Xüsusilə lazımsız alış-verişlər və ya plansız xərclər sonradan peşmanlıq yarada bilər. Pul məsələsində daha ağıllı və uzaq görən davranmaq sizə üstünlük qazandıracaq. Əgər yeni qazanc yolu haqqında düşünürsünüzsə, tələsmədən plan qurmaq daha faydalı olacaq. Günün əsas mövzularından biri də prioritetləri düzgün müəyyənləşdirməkdir. Hazırda həyatınızda bir neçə məsələ eyni anda diqqət tələb edə bilər. Siz isə hər şeyi birdən həll etməyə çalışaraq həm fiziki, həm də psixoloji olaraq yorula bilərsiniz. Buna görə də enerjinizi ən vacib məsələlərə yönəltmək lazımdır. Bəzən bir işi tamamlamaq üçün digər işləri bir müddətlik arxa plana keçirmək vacib olur. Bugün məhz bunu etməyi bacaran qoçlar böyük irəliləyiş əldə edə biləcəklər. Ətrafınızdakı insanlarla münasibətlərdə də diqqətli olmaq lazımdır. Gün ərzində bəzi insanlar sizdən dəstək və diqqət gözləyə bilər. Amma hər kəsin problemini öz üzərinizə götürmək sizi həddindən artıq yoracaq. Buna görə də həm öz sərhədlərinizi qorumağı, həm də yox deməyi öyrənməlisiniz. Xüsusilə enerjinizi aşağı salan və sizi daim mənfi düşüncələrə çəkən insanlardan uzaq durmaq faydalı olacaq. Sevgi həyatında isə maraqlı və emosional anlar yaşana bilər. Münasibəti olan qoçlar üçün qarşı tərəflə daha açıq danışmaq və hissləri gizlətməmək münasibətləri gücləndirəcək. Əgər son vaxtlar aranızda anlaşılmazlıq yaranıbsa, bugün səmimi söhbət bir çox problemi həll edə bilər. Qarşı tərəf sizdən diqqət və anlayış gözləyir. Onun hisslərini dinləmək münasibətlərdə balans yaradacaq. Buğa bürcü. Bugün Buğa bürcü altında doğulan insanlar üçün səbir, soyuqqanlılıq və düzgün qərar vermək əsas mövzulardan biri olacaq. Gün ümumilikdə uğurlu keçə bilər, lakin bunun üçün emosiyalara deyil, məntiqə üstünlük vermək vacibdir. Ulduzlar sizə göstərir ki, tələskənlik və düşünülməmiş addımlar müəyyən problemlər yarada bilər. Əgər sakitliyinizi qoruyub hadisələrə daha ağıllı yanaşsanız, günün sonunda bir çox məsələnin sizin xeyrinizə dəyişdiyini görəcəksiniz. Son vaxtlar üzərinizdə müəyyən yorğunluq və məsuliyyət yükü hiss edirsiniz. Həyatın müxtəlif sahələrində eyni anda uğur qazanmaq istəyi sizi bəzən həddindən artıq yükləyir.
Bugün isə kainat sizə bir mesaj verir. Hər şeyi bir anda etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək daha doğru olacaq. Qarşınıza çıxan bütün işləri eyni gündə həll etməyə çalışsanız, həm fiziki, həm də emosional olaraq yorula bilərsiniz. Buna görə də prioritetləri düzgün müəyyənləşdirmək vacibdir. Bugün imkanlarınızı düzgün qiymətləndirməlisiniz. Özünüzdən artıq yük götürmək və hər kəsin problemini həll etməyə çalışmaq sizi zəiflədə bilər. Halbuki enerjinizi doğru istiqamətə yönəltsəniz, çox mühüm nəticələr əldə etmək şansınız var, xüsusilə iş və şəxsi inkişaf sahəsində yeni ideyalar yarana bilər. Amma unutmayın ki, uğur birdən-birə gəlmir. Əldə etmək istədiyiniz nəticələr zaman və zəhmət tələb edir. Səbirli olmaq isə sizi digərlərindən fərqləndirəcək əsas xüsusiyyət olacaq. Günün ilk yarısında bəzi gecikmələr və gözlənilməz dəyişikliklər mümkündür. Planlaşdırdığınız işlər istədiyiniz sürətlə getməyə bilər. Bu isə sizdə əsəb və narahatlıq yarada bilər. Amma unutmayın ki, bəzi gecikmələr əslində sizin xeyrinizə olur. Ola bilsin ki, taleyin sizə göstərmək istədiyi başqa bir yol var, buna görə də hər hadisəyə mənfi yanaşmaq əvəzinə biraz daha geniş düşünmək faydalı olacaq. Maliyyə məsələlərində isə bugün xüsusilə diqqətli olmaq lazımdır. Ulduzlar göstərir ki, pul ilə bağlı mövzularda risk etmək məsləhət deyil. Əgər hansısa müqavilə imzalamaq, böyük alış-veriş etmək və ya yeni maliyyə öhdəliyi götürmək fikriniz varsa, qərar verməzdən əvvəl hər detalı diqqətlə yoxlayın. Sənədlərdə kiçik görünən bir səhv sonradan böyük problem yarada bilər. Buna görə də tələsmək əvəzinə hər şeyi sakit şəkildə analiz etmək daha doğru olacaq. Bugün kredit götürmək, borc almaq və ya kiməsə böyük məbləğdə borc vermək də məsləhət görülmür. Hazırda sizə asan görünən bir öhdəlik gələcəkdə düşündüyünüzdən daha ağır ola bilər. Xüsusilə emosional qərarlarla maliyyə addımı atmaq risklidir. Əgər yeni yatırım və ya alış barədə düşünürsünüzsə, bir neçə gün gözləmək sizin üçün daha faydalı ola bilər. İş həyatında isə diqqət və məsuliyyət sizə üstünlük qazandıracaq. Bugün rəhbərlik və ya ətrafınızdakı insanlar sizin zəhmətinizi daha çox fərq edə bilər. Sakit və planlı davranışınız sayəsində çətin görünən bir işi uğurla həll etmək ehtimalınız yüksəkdir. Bəzi buğalar üçün yeni əməkdaşlıq və ya gələcək layihələrlə bağlı maraqlı söhbətlər gündəmə gələ bilər. Amma yenə də hər təklifə dərhal hər demək əvəzinə detalları öyrənmək vacibdir. Şəxsi münasibətlərdə isə emosional balansı qorumaq ön plana çıxır. Son günlər yığılan gərginlik səbəbindən yaxın insanlarla anlaşılmazlıqlar yarana bilər. Bəzən sizə elə gələcək ki, sizi kifayət qədər anlamırlar. Amma emosional reaksiya vermək əvəzinə hisslərinizi sakit. Əkizlər bürcü. Bugün əkizlər bürcü altında doğulan insanlar üçün daha çox daxili rahatlıq, emosional balans və münasibətlər ön plana çıxacaq. Gün sizə böyük sensasiyalar və ya inanılmaz qələbələr vəd etməsə də özünüzü kifayət qədər güclü, sakit və inamlı hiss edəcəksiniz. Ən vacibi isə odur ki, xırda problemlər və gündəlik anlaşılmazlıqlar artıq əvvəlki kimi sizi narahat etməyəcək. Son vaxtlar yaşadığınız gərginliklərdən sonra daxilinizdə bir rahatlama hiss olunmağa başlayır. Sanki həyat sizə biraz dayan və nəfəs al mesajı verir. Bugün hadisələrə daha realist və soyuqqanlı yanaşacaqsınız. Əvvəllər sizi əsəbləşdirən və ya motivasiyanızı aşağı salan məsələlərə indi daha sakit reaksiya verəcəksiniz. Bu isə həm iş həyatında, həm də şəxsi münasibətlərdə sizə üstünlük qazandıracaq. Gün ərzində baş verən kiçik gecikmələr və ya anlaşılmazlıqlar ümumi əhvalınızı korlaya bilməyəcək. Əksinə, daxilinizdə qəribə bir rahatlıq və özünə inam hiss ediləcək. İş həyatında isə bugün diqqətinizi daha çox gündəlik tapşırıqlara yönəltmək vacib olacaq. Hazırda böyük risklər almaq və ya ciddi dəyişikliklər etmək üçün uyğun zaman deyil. Ən yaxşı nəticəni planlı, sakit və diqqətli davranış göstərəcək. Həmkarlar və rəhbərliklə münasibətləri qorumaq bugün xüsusi əhəmiyyət daşıyır. Çünki ətrafınızdakı insanların sizə olan münasibəti gələcək planlarınıza təsir edə bilər. Buna görə də hər söhbətdə diplomatik və nəzakətli davranmağa çalışın. Xüsusilə kəskin mövzuların müzakirəsindən uzaq durmaq məsləhət görülür. Gün ərzində bəzi insanlar sizin səbrinizi yoxlamağa çalışa bilər. Əgər emosiyalarınıza nəzarəti itirsəniz, adi bir söhbət lazımsız mübahisəyə və hətta ciddi qarşıdurmaya çevrilə bilər. Buna görə də bəzi məsələləri müvəqqəti olaraq təxirə salmaq daha ağıllı addım olacaq.
Unutmayın ki hər döyüşü qazanmaq vacib deyil. Bəzən sakit qalmaq ən böyük üstünlükdür. Bugün rutin və adi görünən işlərdə daha uğurlu ola bilərsiniz. Hər nə qədər maraqsız görünsə də yarımçıq qalan tapşırıqları tamamlamaq və uzun müddətdir təxirə salınan işləri yoluna qoymaq sizə daxili rahatlıq gətirəcək. Detallara diqqət yetirmək və işləri məsuliyyətlə yerinə yetirmək yaxın günlərdə sizə müsbət nəticə verə bilər. Əgər bugün səbirli və intizamlı davransanız, gələcəkdə böyük problemlərin qarşısını ala bilərsiniz. Maddi məsələlərdə isə balanslı davranmaq vacibdir. Böyük risklərə getmək və emosional qərarlar vermək tövsiyə olunmur. Xüsusilə ani xərclər və plansız alış-veriş sonradan peşmanlıq yarada bilər. Pul məsələsində daha çox sabitliyi qorumağa çalışmaq sizin üçün faydalı olacaq. Əgər yeni gəlir mənbəyi və ya əlavə iş barədə düşünürsünüzsə, bugün ideya toplamaq və plan qurmaq üçün münasib zamandır. Günün ən gözəl tərəflərindən biri isə yaxın insanlarla münasibətlər olacaq. İş və gündəlik qayğılar çox olsa da, sizə dəyər verən insanlarla görüşmək üçün imkan tapacaqsınız. Köhnə dostlarla söhbət, səmimi ünsiyyət və xoş xatirələr sizə böyük enerji verəcək. Uzun müddətdir sizi yoran düşüncələrdən bir qədər uzaqlaşacaq və özünüzü daha rahat hiss edəcəksiniz. Bəzən bir dost söhbəti belə insanın bütün ruh halını dəyişə bilir və bugün siz bunu açıq şəkildə hiss edəcəksiniz. Əgər son vaxtlar özünüzü tənha və anlaşılmamış hiss edirdinizsə, bugün həyatınıza yeni insanlar daxil ola bilər. Ulduzlar göstərir ki, əkizlər bugün xüsusilə cazibədar görünəcəklər. İnsanlar sizin enerjinizə, danışıq tərzinizə və pozitiv auranıza diqqət edəcəklər. Hətta adətən insanlarda daha çox qüsur görən və çətin bəyənən şəxslər belə sizə qarşı simpatiya hiss edə bilərlər. Xərçəng bürcü. Bugün xərçəng bürcü altında doğulan insanlar üçün olduqca hərəkətli, məhsuldar və taleyüklü günlərdən biri ola bilər. Gün ərzində üzərinizə düşən işlərin sayı artacaq, məsuliyyətlər çoxalacaq və bir anlıq belə boş qalmağa vaxt tapmaya bilərsiniz. Amma bütün bu yorğunluğun içində sizi sevindirəcək çox mühüm bir məqam var. Qarşınızda əvvəllər yalnız xəyal etdiyiniz imkanlar açılmağa başlayır. Uzun müddətdir zəhmət çəkdiyiniz, amma nəticəsini görə bilmədiyiniz mövzular artıq yavaş-yavaş öz bəhrəsini verməyə başlayacaq. Bugün kainat sizə bir mesaj verir, artıq öz potensialınızı gizlətməyin vaxtı deyil. Sizdə olan bacarıq, zəhmətkeşlik və güclü intuisiya uzun müddətdir diqqətdən kənarda qalmış ola bilər. Amma indi vəziyyət dəyişir. İnsanlar sizi daha ciddi qəbul etməyə başlayacaq və etdiyiniz işlərin dəyəri daha çox hiss olunacaq. Xüsusilə peşəkar inkişaf istəyən, karyerasında yüksəlmək üçün böyük hədəflər quran xərçənglər üçün çox vacib bir dövr başlayır. Əgər son zamanlar iş həyatınızda özünüzü qiymətləndirilməmiş hiss edirdinizsə, bugün müəyyən dəyişikliklər baş verə bilər. Rəhbərlik, həmkarlar və ya ətrafınızdakı insanlar sizin nə qədər məsuliyyətli və etibarlı biri olduğunuzu daha aydın görəcəklər. Uzun müddətdir səssiz şəkildə çalışmanız nəhayət diqqət çəkməyə başlayır. Bəzi xərçənglər üçün yeni vəzifə, maraqlı əməkdaşlıq və ya gələcəklə bağlı mühüm təkliflər gündəmə gələ bilər. Bugünün ən vacib xüsusiyyətlərindən biri düzgün prioritet seçmək olacaq. Çünki işlər o qədər çox ola bilər ki, hər şeyə eyni anda çatmağa çalışmaq sizi həm fiziki, həm də emosional olaraq yoracaq. Buna görə də əsas məsələləri ikinci dərəcəli işlərdən ayırmaq vacibdir. Əgər enerjinizi həqiqətən vacib olan mövzulara yönəltsəniz, rəqiblərinizi geridə qoymaq və mövqeyinizi gücləndirmək sizin üçün daha asan olacaq. Ulduzlar göstərir ki, bugün diqqət və çevik düşüncə sizə böyük üstünlük qazandıracaq. Ətrafınızdakı bəzi insanlar sizin zəifləməyinizi və səhv etməyinizi gözləsə də, siz gözlənilməz dərəcədə güclü və qətiyyətli görünəcəksiniz. Xüsusilə əvvəllər qabiliyyətlərinizə şübhə edən insanlar artıq yanıldıqlarını anlayacaqlar. Bu isə sizə həm daxili güvən verəcək, həm də nüfuzunuzu artıracaq. Maraqlıdır ki, vaxtilə sizi dəstəkləməyən və ya sizə qarşı soyuq davranan bəzi şəxslər indi sizə yaxınlaşmağa çalışa bilərlər. Çünki artıq sizin potensialınızı və gələcək uğurlarınızı görməyə başlayırlar. Hətta bu insanlar yaxın zamanda sizin ən etibarlı müttəfiqlərinizə çevrilə bilər. İş və layihələrlə bağlı maraqlı təkliflər almaq ehtimalınız yüksəkdir. Əgər düzgün seçim etsəniz, bu əməkdaşlıqlar gələcək uğurlarınız üçün mühüm rol oynaya bilər. Maddi məsələlərdə də müəyyən canlanma hiss oluna bilər.
Əvvəllər nəticə verməyən işlərdən gəlir əldə etmək və ya yeni qazanc imkanları tapmaq mümkündür. Amma yenə də tələskən qərarlar vermək tövsiyə edilmir. Ən yaxşı nəticə planlı və düşünülmüş addımlardan gələcək. Bugün gələcəyinizi qurmaq üçün atacağınız kiçik addımlar yaxın aylarda böyük nəticələr verə bilər. Şəxsi münasibətlərdə isə balansı qorumaq vacib olacaq. İş və məsuliyyətlərin çoxluğu səbəbindən yaxın insanlar özlərini bir qədər diqqətsiz hiss edə bilərlər. Buna görə də ailənizə və sevdiklərinizə zaman ayırmağa çalışın. Bəzən bir səmimi söhbət və ya kiçik diqqət münasibətləri daha da möhkəmləndirə bilər. Münasibətdə olan xərçənglər üçün qarşı tərəfin anlayışı və dəstəyi bugün xüsusi önəm daşıyacaq. Şir bürcü. Bugün Şir bürcü altında doğulan insanlar üçün güc, qətiyyət və özünə inamın ön plana çıxdığı xüsusi günlərdən biri olacaq. Ulduzlar sizə daxili enerji, liderlik qabiliyyəti və ən çətin vəziyyətlərdən belə qalib çıxmaq gücü verir. Son dövrlər qarşılaşdığınız çətinliklər, gecikən planlar və sizi narahat edən məsələlər artıq sizi qorxutmayacaq. Əksinə, bugün içərinizdə yaranan güclü inam sayəsində hər problemin həll yolunu tapa biləcəyinizi hiss edəcəksiniz. Səhər saatlarından etibarən özünüzü əvvəlkindən daha motivasiyalı və qərarlı hiss edə bilərsiniz. Elə situasiyalar yaranacaq ki, bir çox insan geri çəkilməyi seçərdi. Amma siz tam əksinə daha cəsarətli davranmağa üstünlük verəcəksiniz. Günün əsas üstünlüyü də məhz budur, siz çətinlikdən qaçmaq əvəzinə onun üzərinə gedəcəksiniz. Bu isə sizi digərlərindən fərqləndirəcək və ətrafınızdakı insanların diqqətini çəkəcək. Bəzi hallarda şərait istədiyiniz kimi olmayacaq. Qarşınıza gözlənilməz maneələr çıxa, planlar dəyişə və ya insanlar sizi dəstəkləməkdə tərəddüd edə bilər. Amma buna baxmayaraq başladığınız işlərin öhdəsindən gəlməyi bacaracaqsınız. Çünki bugün sizin ən böyük silahınız daxili gücünüz və vəziyyəti idarə etmək bacarığınız olacaq. Hətta ən qarışıq görünən situasiyalarda belə düzgün qərar vermək qabiliyyətiniz güclənəcək. Ulduzlar göstərir ki, uğur qazanmaq üçün bəzi köhnə üsullardan imtina etməli ola bilərsiniz. Əvvəllər sizə nəticə verən yollar indi eyni effekti yaratmaya bilər. Buna görə də yeniliklərə açıq olmaq və fərqli düşünmək vacibdir. Bəzi şirlər bugün həyatlarında ilk dəfə ciddi risk etməyə qərar verə bilərlər. İlk baxışdan bu risk qorxulu görünsə də, əgər hər şeyi düzgün analiz etsəniz, nəticə sizin xeyrinizə olacaq. Bugün intuisiya xüsusilə güclü olacaq. Daxili səsiniz sizə doğru yolu göstərəcək və təhlükəli situasiyalardan yayınmağa kömək edəcək. Eyni zamanda məntiqi düşüncə və dəqiq hesablamalar da səhv addım atmağınızın qarşısını alacaq. Buna görə də həm hisslərinizə, həm də təcrübənizə güvənmək vacibdir. Əgər bir qərar verərkən daxilinizdə rahatlıq hiss edirsinizsə, çox güman ki, doğru yoldasınız. İş və karyera sahəsində gün olduqca perspektivlidir. Xüsusilə günün ortası mühüm söhbətlər və ciddi qərarlar üçün uğurlu vaxt hesab olunur. Əgər rəhbərliklə danışmaq, yeni layihə təqdim etmək və ya ideyalarınızı paylaşmaq istəyirsinizsə, bunu məhz bu saatlarda etmək daha faydalı olacaq. İnsanlar sizin fikirlərinizi daha diqqətlə dinləyəcək və liderlik qabiliyyətinizi daha açıq görəcəklər. Bugün innovativ və fərqli ideyalarınız ətrafınızdakı insanları təəccübləndirə bilər. Uzun müddətdir beyninizdə olan bir planı nəhayət həyata keçirmək üçün uyğun şərait yaranır. Xüsusilə yaradıcılıq və idarə etmə ilə bağlı sahələrdə çalışan şirlər üçün yeni imkanlar açıla bilər. Bəzi bürc nümayəndələri üçün yeni əməkdaşlıq, vəzifə artımı və ya gələcəkdə böyük uğur gətirəcək təkliflər gündəmə gələ bilər. Tələbkar və çətin insanlarla danışıqlar aparmaq lazım gəlsə belə, bugün üstünlük sizin tərəfinizdə olacaq. Özünüzə inamlı danışığınız və güclü mövqeyiniz sayəsində qarşı tərəfi təsirləndirə bilərsiniz. Ən vacibi isə emosional qərarlardan uzaq durmaqdır. Soyuqqanlı və ağıllı davranış sizi qalib edəcək. Qız bürcü. Bugün qız bürcü altında doğulan insanlar üçün səbir, diqqət və daxili gücün sınağa çəkildiyi günlərdən biri olacaq. Gün ərzində bəzi planlar gözlədiyiniz kimi getməyə bilər, müəyyən gecikmələr və gözlənilməz çətinliklər ortaya çıxa bilər. Amma ulduzlar göstərir ki, siz bütün bu maneələrə baxmayaraq geri çəkilməyəcək və başladığınız işi mütləq uğurla tamamlayacaqsınız. Bugün sizin əsas üstünlüyünüz məhz israrlı və məsuliyyətli davranmağınız olacaq.
Səhər saatlarında müəyyən gərginlik hiss edilə bilər. Adətən tez həll etdiyiniz işlər belə sizdən daha çox zaman və diqqət tələb edə bilər. Xüsusilə texniki problemlər, sənədlərlə bağlı qarışıqlıqlar və ya planlaşdırılmamış dəyişikliklər əhvalınızı poza bilər. Bəzən sizə elə gələcək ki, nə qədər çalışırsınızsa da işlər istədiyiniz sürətlə irəliləmir. Amma burada ən vacib məsələ ruhdan düşməməkdir. Çünki bugün uğurun açarı məhz səbir və davamlılıq olacaq. Qız bürcü təbiətcə detallara diqqət edən və hər şeyi ideal etməyə çalışan bürcdür. Bu xüsusiyyətiniz bugün həm üstünlük, həm də yorğunluq səbəbi ola bilər. Çünki hər xırda detala həddindən artıq fokuslanmaq sizi əlavə stressə sala bilər. Ulduzlar sizə tövsiyə edir ki, bəzi məsələlərdə özünüzə qarşı daha yumşaq davranın. Hər şeyin mükəmməl olması üçün özünüzü həddindən artıq yormaq lazım deyil. Günün ilk yarısında yaranan maneələr sizi bir qədər əsəbləşdirsə də, sonradan anlayacaqsınız ki, bütün bunlar sizi daha diqqətli və güclü edir. Çünki siz problemlərlə qarşılaşanda geri çəkilən insanlardan deyilsiniz. Əksinə, çətinliklər sizi daha da mübariz edir. Günün sonunda başladığınız işi yarımçıq qoymadığınıza görə özünüzlə qürur hiss edə bilərsiniz. İş həyatında isə müəyyən gərginliklər mümkündür. Həmkarlar və ya həmfikirlərlə fikir ayrılıqları yarana bilər. Xüsusilə iş bölgüsü, məsuliyyət və ya qərarlarla bağlı mübahisələr gündəmə gələ bilər. Bəzi insanlar sizin qədər diqqətli və məsuliyyətli davranmadığı üçün bu sizi narahat edə bilər. Amma emosional reaksiya vermək vəziyyəti daha da çətinləşdirə bilər. Buna görə də sakit və diplomatik davranmaq vacibdir. Ulduzlar göstərir ki, siz bugün nüfuzunuzu qorumağı və vəziyyəti idarə etməyi bacaracaqsınız. İnsanlar sizin peşəkarlığınızı və ağıllı yanaşmanızı görəcək. Hətta əvvəlcə sizə qarşı çıxan şəxslər belə sonradan haqlı olduğunuzu qəbul edə bilərlər. Əsas məsələ özünüzü emosiyalara qaptırmamaq və səbirli qalmaqdır. Bugün liderlik qabiliyyətiniz də ön plana çıxa bilər. Çətin vəziyyətdə soyuqqanlı davranmağınız ətrafınızdakı insanların sizə daha çox güvənməsinə səbəb olacaq. Xüsusilə iş və layihələrlə bağlı qərarlarda sizin fikriniz həlledici ola bilər. Bəzi qızlar üçün yeni məsuliyyət və ya gələcəklə bağlı maraqlı təkliflər də gündəmə gələ bilər. Maddi məsələlərdə isə diqqətli olmaq tövsiyə olunur. Bugün tələskən qərarlar vermək və ya emosional alış-veriş etmək sonradan peşmanlıq yarada bilər. Xüsusilə texniki avadanlıq, elektronika və ya sənədlərlə bağlı mövzularda diqqətsizlik əlavə xərc yarada bilər. Buna görə də hər addımı düşünərək atmaq vacibdir. Şəxsi münasibətlərdə isə gün sizdən anlayış və səbir tələb edəcək. Son vaxtlar yığılan yorğunluq səbəbindən yaxın insanlara qarşı bir qədər sərt davrana bilərsiniz. Amma unutmayın ki, hər kəs sizin qədər detallı düşünmür və hər şeyi sizin qədər dərindən analiz etmir. Buna görə də münasibətlərdə daha yumşaq və anlayışlı olmaq faydalı olacaq. Tərəzi bürcü. Bugün tərəzi bürcü altında doğulan insanlar üçün diqqət, məsuliyyət və düzgün qərar vermək əsas mövzulardan biri olacaq. Gün sizə yeni imkanlar, mühüm qərarlar və gələcəyinizə təsir edə biləcək hadisələr gətirə bilər. Amma bütün bunlardan maksimum fayda əldə etmək üçün diqqətinizi əsas məsələlərə yönəltməyiniz vacibdir. Əgər səhər saatlarından etibarən planlı və məqsədli hərəkət edə bilsəniz, gününüz olduqca məhsuldar və uğurlu keçəcək. Son vaxtlar həyatınızda eyni anda bir neçə məsələ diqqət tələb edir. İş, şəxsi həyat, maliyyə və gələcəklə bağlı düşüncələr sizi bir qədər yorub. Bəzən hansı istiqamətdə addım atmalı olduğunuzu müəyyənləşdirmək çətin görünə bilər. Amma bugün ulduzlar sizə vacib bir mesaj verir. Enerjinizi xırda və əhəmiyyətsiz mövzulara sərf etməyin. Çünki diqqətinizi həqiqətən önəmli olan məsələlərə yönəltsəniz, düşündüyünüzdən daha böyük nəticələr əldə edə bilərsiniz. Səhər saatları xüsusilə önəmli olacaq. Günün ilk hissəsində verilən qərarlar və atılan addımlar sonraki hadisələrin gedişinə ciddi təsir göstərə bilər. Buna görə də günə plansız başlamaq tövsiyə olunmur. Əgər işlərinizi əvvəlcədən müəyyənləşdirib hərəkət etsəniz, qarşınıza çıxacaq maneələri daha rahat aşacaqsınız. Əks halda, xırda məsələlər əsas hədəflərinizdən yayınmağınıza səbəb ola bilər. Bugün hər bir tapşırığa ciddi yanaşmaq vacibdir. Adi görünən bir detal belə gələcəkdə böyük rol oynaya bilər. Səhlənkarlıq və diqqətsizlik isə xoşagəlməz səhvlərə yol aça bilər.
Ulduzlar göstərir ki, siz bugün nə qədər məsuliyyətli və diqqətli davransanız, gələcək uğurlarınız üçün bir o qədər möhkəm təməl quracaqsınız. Hazırda etdiyiniz zəhmət yaxın zamanda öz bəhrəsini verəcək. İş və karyera sahəsində isə olduqca vacib inkişaflar mümkündür. Xüsusilə məsuliyyət tələb edən məsələlərdə özünüzü göstərmək şansı əldə edə bilərsiniz. Rəhbərlik və ya nüfuzlu şəxslər sizin işə yanaşmanızı diqqətlə izləyə bilərlər. Buna görə də hər addımınızı düşünərək atmaq və peşəkar davranmaq vacibdir. Əgər özünüzə güvənərək təşəbbüs göstərsəniz, karyera baxımından mühüm irəliləyiş əldə edə bilərsiniz. Bugünün əsas dərslərindən biri də budur. Ən vacib qərarlarda ilk növbədə öz təcrübənizə və biliyinizə arxalanın. Ətrafınızdakı insanlar sizə məsləhət verər, dəstək təklif edə bilərlər. Amma son seçim və əsas məsuliyyət yenə də sizin üzərinizdə olacaq. Bəzən başqalarının fikri sizi tərəddüdə sala bilər. Lakin unutmayın ki, siz vəziyyəti ən yaxşı anlayan şəxssiniz. Daxili hissləriniz və təcrübəniz sizə doğru yolu göstərəcək. Həmkarlar və tərəfdaşlarla münasibətlər ümumilikdə müsbət görünür. Amma bəzi məqamlarda fikir ayrılığı yaşana bilər. Xüsusilə qərar vermə mərhələsində hər kəs öz fikrini qəbul etdirməyə çalışa bilər. Bu zaman diplomatik davranışınız sizə üstünlük qazandıracaq. Tərəzi bürcünün ən güclü xüsusiyyətlərindən biri balans yaratmaq bacarığıdır və bugün siz bu xüsusiyyətinizdən uğurla istifadə edə biləcəksiniz. Məsuliyyəti öz üzərinə götürməkdən çəkinməyən tərəzilər üçün çox vacib fürsətlər yarana bilər. Bəzi bürc nümayəndələri rəhbərlik tərəfindən diqqət çəkər, yeni vəzifə və ya daha böyük layihələrə cəlb oluna bilərlər. Əgər öz potensialınızı göstərməkdən qorxmasanız, yaxın zamanda karyera pilləsində yüksəlmək ehtimalınız yüksəkdir. Əqrəb bürcü. Bugün Əqrəb bürcü altında doğulan insanlar üçün sürət, qətiyyət və strateji düşüncə ön plana çıxacaq. Adətən hadisələri sakit şəkildə izləməyi və hər addımı dərindən analiz etməyi sevən əqrəblər belə bugün daxilində güclü hərəkət enerjisi hiss edəcəklər. Elə bil uzun müddətdir gözlədiyiniz an nəhayət gəlib çatır və artıq vaxt itirmədən qərar vermək lazımdır. Gün sizə bir şeyi aydın şəkildə göstərəcək. Bəzi imkanlar yalnız cəsarətli və sürətli davranan insanların qarşısında açılır. Səhər saatlarından etibarən intuisiyanız həmişəkindən daha güclü olacaq. Daxili hissləriniz sizə hansı istiqamətdə hərəkət etməli olduğunuzu deməkdə yanılmayacaq. Bugün xırda məsələlərə həddindən artıq vaxt sərf etməyin faydasız olduğunu anlayacaqsınız. Əksinə, əsas məqsədlərə fokuslanmaq sizə həm zaman, həm də enerji qazandıracaq. Ulduzlar göstərir ki, həyatınızda yeni mərhələnin təməli məhz bugün qoyula bilər. Əgər uzun müddətdir həll edə bilmədiyiniz bir məsələ varsa, bugün onun üçün çıxış yolu tapmaq ehtimalınız yüksəkdir. Xüsusilə əvvəllər çıxılmaz görünən danışıqlar, problemli işlər və ya yarımçıq qalan layihələrdə irəliləyiş əldə edə bilərsiniz. İnsanlarla münasibətlərdə daha inandırıcı və qətiyyətli görünəcəyiniz üçün qarşı tərəfi razı salmaq sizin üçün daha asan olacaq. Bugün mürəkkəb və diqqət tələb edən işlərdə uğur qazanmaq şansınız yüksəkdir. Texniki layihələr, hesablamalar, analiz və planlama ilə bağlı məsələlərdə beyniniz olduqca aktiv işləyəcək. Digərlərinin çətin hesab etdiyi problemləri siz daha sürətli və dəqiq şəkildə həll edə bilərsiniz. Bu isə həm iş həyatında, həm də şəxsi planlarınızda sizə böyük üstünlük qazandıracaq. Amma günün ən vacib şərtlərindən biri düzgün plan qurmaq olacaq. Çünki enerjiniz yüksək olsa da onu düzgün istiqamətə yönəltməsəniz, özünüzü lazımsız işlərə sərf edə bilərsiniz. Buna görə də səhərdən prioritetlərinizi müəyyənləşdirmək vacibdir. Əgər hansı işin sizin üçün həqiqətən önəmli olduğunu dəqiq bilsəniz, günün sonunda çox böyük nəticələr əldə edə bilərsiniz. Bugün ikinci dərəcəli məsələlərə və mənasız mübahisələrə vaxt ayırmaq sizə yalnız yorğunluq gətirəcək. Ətrafınızda diqqətinizi yayındırmağa çalışan insanlar ola bilər. Amma siz məqsədinizə fokuslanmağı bacarsanız, həm rəqiblərinizi geridə qoyacaq, həm də öz mövqeyinizi gücləndirəcəksiniz. Kiçik səhvlər və xırda anlaşılmazlıqlar mümkündür. Lakin sizin üstünlüyünüz ondadır ki, problemləri çox tez hiss edib vaxtında düzəldə bilirsiniz. Bugün diqqətiniz və müşahidə qabiliyyətiniz sayəsində ciddi nəticələrə səbəb ola biləcək səhvlərin qarşısını ala bilərsiniz. Ən əsası isə panikaya düşməməkdir. Çünki siz sakit qalanda ən çətin vəziyyətləri belə idarə edə bilirsiniz.
Məlumatı analiz etmək və hadisələrin arxasında gizlənən detalları görmək qabiliyyətiniz bugün xüsusilə güclü olacaq. İnsanların dediklərindən daha çox demədiklərini anlayacaq, gizli məqamları hiss edə biləcəksiniz. Bu isə həm iş, həm də şəxsi münasibətlərdə sizə üstünlük verəcək. Bəzi əqrəblər bugün vacib bir sirri öyrənə və ya gələcək planları dəyişəcək məlumat əldə edə bilərlər. Oxatan bürcü. Bugün Oxatan bürcü altında doğulan insanlar üçün səbir, təmkin və hadisələrə daha realist yanaşmaq ön plana çıxacaq. Adətən sürətli hərəkət etməyi, hər şeyin tez həll olunmasını və daim irəliləyiş görməyi sevən Oxatanlar üçün bugün bir qədər ləng və yorucu görünə bilər. Çünki planlaşdırdığınız bəzi işlər düşündüyünüz sürətlə irəliləməyəcək, gözlədiyiniz cavablar gecikəcək və müəyyən məsələlər müvəqqəti olaraq dayanmış kimi görünəcək. Amma ulduzlar göstərir ki, bu ləngimələr düşündüyünüz qədər təhlükəli deyil. Səhər saatlarından etibarən hiss edə bilərsiniz ki, ətrafınızdakı insanlar sizin tempinizə uyğunlaşmaqda çətinlik çəkirlər. Həmkarlar, tərəfdaşlar və ya birlikdə çalışdığınız şəxslərdən gələn cavablar sizi gözlətməyə məcbur edə bilər. Bu isə təbiətcə hərəkətli və səbirsiz olan Oxatanları əsəbləşdirə bilər. Amma bugün ən vacib məsələ emosiyalarınızı idarə etməkdir. Çünki əsəbi qərarlar və tələskən davranış vəziyyəti daha da çətinləşdirə bilər. Unutmayın ki, hər gecikmə uğursuzluq demək deyil. Bəzən həyat insanı bir qədər yavaşladır ki, daha düzgün qərar vermək üçün vaxt qazansın. Ola bilər ki, indi alınmayan və ya gecikən bir məsələ əslində sizi gələcəkdə daha böyük problemdən qoruyur. Buna görə də hər şeyi nəzarət altında saxlamağa çalışmaq əvəzinə axına uyğun hərəkət etmək daha faydalı olacaq. Bugün iş həyatında planlar bir qədər qarışa bilər. Uzun müddətdir üzərində işlədiyiniz layihələrdə müvəqqəti dayanma yaşana bilər. Bəzi sənədlər gecikə, vacib görüşlər təxirə salına və ya qarşı tərəfin qərarsızlığı səbəbindən proseslər uzana bilər. Amma bu vəziyyət qalıcı deyil. Sadəcə hazırda ulduzlar sizə daha diqqətli və səbirli davranmağı tövsiyə edir. Xüsusilə səhər saatlarında diqqətli olmaq vacibdir. Günün ilk yarısı vacib qərarlar üçün o qədər də uğurlu görünmür. Beyninizdə qarışıqlıq və qərarsızlıq yarana bilər. Buna görə də ciddi maliyyə mövzularını bu saatlarda həll etməyə çalışmaq düzgün olmazdı. Əgər böyük investisiya, biznes qərarı və ya mühüm müqavilə ilə bağlı məsələ gündəmdədirsə, tələsməmək daha faydalı olacaq. Bugün iri məbləğli alış-veriş, riskli yatırım və ya uzun müddətli öhdəliklərlə bağlı sənədlərə imza atmaq tövsiyə edilmir. Çünki hazırda vəziyyət tam aydın görünməyə bilər və sonradan gözlənilməz məqamlar ortaya çıxa bilər. Ulduzlar sizə məsləhət görür ki, maliyyə məsələlərində bir qədər gözləyin və hər detalı diqqətlə analiz edin. Günün ikinci yarısı isə daha uğurlu görünür. Axşama doğru həm düşüncələriniz aydınlaşacaq, həm də hadisələrin istiqaməti daha müəyyən olacaq. Səhər sizi narahat edən bir çox məsələ sonradan o qədər də ciddi görünməyə bilər. Bu saatlarda mühüm danışıqlar aparmaq, qərar vermək və plan qurmaq daha rahat olacaq. Bugün emosional olaraq da müəyyən dəyişikliklər yaşaya bilərsiniz. Bəzən özünüzü yorğun və motivasiyasız hiss edə bilərsiniz. Xüsusilə işlərin gecikməsi sizdə niyə heç nə istədiyim kimi getmir, düşüncəsi yarada bilər. Amma unutmayın ki, siz güclü və çevik düşünən insanlarsınız. Müvəqqəti ləngimələr sizin yolunuzu bağlaya bilməz. Oğlaq bürcü. Bugün Oğlaq bürcü altında doğulan insanlar üçün həm məsuliyyətli, həm də emosional baxımdan yadda qalan günlərdən biri olacaq. Günün əvvəlindən etibarən hiss edəcəksiniz ki, həyat sizdən daha çox diqqət, enerji və səbir tələb edir. Hadisələr bir-birini sürətlə əvəz edəcək, planlaşdırmadığınız işlər ortaya çıxacaq və elə anlar olacaq ki, hər şey eyni anda həll olunmalı kimi görünəcək. Buna görə də bu günü asan adlandırmaq çətin olacaq. Amma bütün bu qarışıqlığın içində sizin ən böyük üstünlüyünüz yenə də güclü iradəniz və inadkarlığınız olacaq. Səhər saatlarında diqqətinizi toplamaq bir qədər çətin ola bilər. Adətən hər şeyi planlı və sistemli şəkildə idarə etməyə çalışan oğlaqlar üçün bugünün qarışıq enerjisi yorucu görünə bilər. Bir işi bitirməmiş digərinə keçmək, eyni anda bir neçə məsələ ilə məşğul olmaq sizi daxildən gərginləşdirə bilər. Elə hiss edəcəksiniz ki, gün boyu fasiləsiz hərəkətdəsiniz. Amma unutmayın ki, bu temp sizi zəiflətmək üçün deyil, gücünüzü və bacarıqlarınızı ortaya çıxarmaq üçündür. Bugün sizdən çeviklik tələb olunur.
Hər şey plan üzrə getməsə də vəziyyətə uyğunlaşmaq bacarığınız sayəsində bir çox problemi həll edə biləcəksiniz. Ən vacib məqam isə odur ki, yaranan çətinliklər sizi ruhdan salmayacaq. Əksinə, daxilinizdə mən bunu da bacaracağam hissi daha da güclənəcək. Ulduzlar göstərir ki, məhz sizin inadkarlığınız və geri çəkilməməyiniz qarışıq vəziyyəti uğura çevirməyə imkan verəcək. İş həyatında gün olduqca hərəkətli keçəcək. Çoxlu tapşırıqlar, gözlənilməz dəyişikliklər və təcili həll tələb edən məsələlər gündəmdə olacaq. Bəzən sizə elə gələcək ki, hamı sizdən nəsə gözləyir və bütün məsuliyyət sizin üzərinizdədir. Amma siz bu təzyiq altında belə özünüzü itirməyəcək və nəzarəti qorumağı bacaracaqsınız. Ən vacib məsələ diqqətinizi düzgün istiqamətə yönəltməkdir. Gün ərzində sizi əsas məqsədlərdən yayındırmağa çalışan xırda söhbətlər və mənasız mübahisələr ola bilər. Amma siz enerjinizi yalnız həqiqətən nəticə verəcək işlərə sərf etsəniz, günün sonunda böyük irəliləyiş əldə edə bilərsiniz. Ulduzlar sizə məsləhət görür ki, emosional deyil, strateji düşünün. Hər işə vaxt ayırmağa çalışmaq əvəzinə prioritetləri müəyyənləşdirin. Bugün sizin məsuliyyət hissiniz və ciddi yanaşmanız ətrafınızdakı insanların diqqətini çəkəcək. Həmkarlar və rəhbərlik sizin nə qədər güvənilən biri olduğunuzu bir daha görəcəklər. Bəzi oğlaqlar üçün yeni imkanlar, vacib layihələr və ya gələcək karyera yüksəlişi ilə bağlı siqnallar yarana bilər. Hazırda çəkdiyiniz zəhmət yaxın zamanda öz nəticəsini göstərəcək. Maddi məsələlərdə isə diqqətli və planlı davranmaq faydalı olacaq. Böyük risklərə getmək üçün ideal gün deyil, amma mövcud vəziyyəti nizamlamaq və gələcəklə bağlı maliyyə planları qurmaq üçün münasib zamandır. Əgər son vaxtlar sizi düşündürən bir maliyyə problemi varsa, bugün ona daha realist yanaşa və düzgün çıxış yolu tapa bilərsiniz. Günün ən gözəl tərəflərindən biri isə şəxsi münasibətlərlə bağlı olacaq. Bütün iş və gərginliyə baxmayaraq, emosional baxımdan özünüzü daha isti və yaxın hiss edəcəksiniz. Köhnə dostlarla görüşlər sizə böyük enerji və motivasiya verəcək. Uzun müddətdir görmədiyiniz insanlarla söhbət etmək sizdə xoş nostalji hisslər yarada bilər. Hətta əvvəllər unutduğunuzu düşündüyünüz xatirələr yenidən canlana bilər. Dolça bürcü. Bugün Dolça bürcü altında doğulan insanlar üçün mübarizə ruhu, ağıllı strategiya və yeniliklərə açıq olmaq əsas mövzulardan biri olacaq. Gün sizdən həm güclü iradə, həm də diqqətli davranış tələb edəcək. Qarşınıza müəyyən maneələr çıxa bilər, bəzi insanlar sizi yarı yolda qoya bilər və ya gözlədiyiniz dəstəyi tam ala bilməyə bilərsiniz. Amma bütün bunlara baxmayaraq, siz vəziyyəti nəzarət altına almağın yolunu tapacaq və məqsədlərinizə doğru irəliləməyə davam edəcəksiniz. Səhər saatlarından etibarən daxilinizdə qəribə bir hərəkət enerjisi hiss edə bilərsiniz. Elə bil uzun müddətdir sizi narahat edən məsələləri artıq həll etmək vaxtıdır. Son günlər bəzi mövzular beyninizi yorub, müəyyən insanlara qarşı etibarınız sarsılıb və bəzi planlar gözlədiyiniz kimi getməyib. Amma bugün ulduzlar sizə güclü mesaj verir, geri çəkilməyin və maraqlarınızı qorumaqdan qorxmayın. Bugün hər şey asanlıqla baş verməyəcək. Bəzi məsələlər üçün mübarizə aparmalı, öz mövqeyinizi qorumaq üçün daha qətiyyətli davranmalı olacaqsınız. Amma məhz bu çətinliklər sizin daxili gücünüzü ortaya çıxaracaq. Siz başqalarının qarışıq gördüyü vəziyyətlərdə belə çıxış yolu tapa bilən insanlardansınız və bu xüsusiyyətiniz bugün xüsusilə işinizə yarayacaq. İş və karyera sahəsində diqqətli olmaq vacibdir. Xüsusilə işgüzar münasibətlərdə hər deyilən sözə dərhal inanmaq düzgün olmazdı. Bəzi həmkarlar və ya tərəfdaşlar sizə dəstək vəd edə bilər, amma real vəziyyətdə həmin dəstəyin yetərli olmadığını görə bilərsiniz. Buna görə də bugün yalnız tam güvəndiyiniz insanlara arxalanmaq tövsiyə olunur. Ulduzlar göstərir ki, bugün seçicilik sizin ən böyük üstünlüyünüz olacaq. Hər təklifə, hər demək və hər insanı yaxın çevrəyə daxil etmək sonradan peşmanlıq yarada bilər. Əksinə, ağıllı analiz və insanları düzgün tanımaq sizə həm maddi, həm də peşəkar baxımdan üstünlük qazandıracaq. Maraqlıdır ki, bugün yeni müttəfiqlər qazanmaq ehtimalınız da yüksəkdir. Həyatınıza daxil olacaq bəzi insanlar gələcək planlarınızda mühüm rol oynaya bilər. İlk baxışdan adi görünən bir tanışlıq sonradan çox faydalı əməkdaşlığa çevrilə bilər. Buna görə də sosial əlaqələrdə aktiv olmaq və insanlarla ünsiyyətdən qaçmamaq faydalı olacaq. Bugün həm də uzun müddətdir bir çox insanı narahat edən məsələləri həll etmək üçün uyğun zamandır.
Əgər yarımçıq qalan bir layihə, çətin danışıq və ya həllini gözləyən problem varsa, indi onun üçün yeni yol tapa bilərsiniz. Sizin fərqli düşüncə tərziniz və hadisələrə qeyri-adi yanaşmanız ətrafınızdakı insanları təəccübləndirə bilər. Dolçalar üçün bugünün ən güclü tərəflərindən biri yaradıcılıq və öyrənmək həvəsi olacaq. Ulduzlar göstərir ki, təhsil almaq, yeni biliklər əldə etmək və fərqli bacarıqlar öyrənmək üçün çox uğurlu gündür. Xüsusilə texnologiya, proqramlar, sosial media və yaradıcı layihələrlə bağlı mövzularda sürətli inkişaf edə bilərsiniz. Əgər uzun müddətdir öyrənmək istədiyiniz bir proqram, dil və ya peşə sahəsi varsa, bugün ilk addımı atmaq üçün ideal zamandır. Beyniniz yeni məlumatları daha sürətli qəbul edəcək və öyrəndiklərinizi praktikada tətbiq etmək sizə zövq verəcək. Balıqlar bürcü. Bugün balıqlar bürcü altında doğulan insanlar üçün mühüm qərarlar, yeni başlanğıclar və şəxsi gücün ortaya çıxdığı xüsusi günlərdən biri olacaq. Son dövrlər bəzən özünüzü tərəddüd içində hiss etmiş, bəzi məsələlərdə geri planda qalmağa üstünlük vermiş ola bilərsiniz. Amma bugün kainat sizə açıq mesaj verir, artıq öz potensialınızı gizlətməyin vaxtı deyil. Qarşınıza çıxan imkanlardan istifadə etmək, təşəbbüs göstərmək və məsuliyyəti öz üzərinizə götürmək sizə böyük uğur qazandıra bilər. Səhər saatlarından etibarən daxilinizdə qəribə bir motivasiya və hərəkət enerjisi hiss olunacaq. Uzun müddətdir təxirə saldığınız işlərə başlamaq, yarımçıq qalan planları tamamlamaq və həyatınızda yeni mərhələ açmaq istəyi güclənəcək. Bugün xüsusilə ciddi işlər və vacib qərarlar üçün münasib zamandır. Əgər bir layihəyə rəhbərlik etmək, yeni ideya irəli sürmək və ya məsuliyyət tələb edən addım atmaq şansınız varsa, bundan çəkinməyin. Ulduzlar göstərir ki, liderlik keyfiyyətləriniz bugün daha aydın görünəcək. Adətən sakit və emosional görünən balıqlar belə bugün daha qətiyyətli və özünə inamlı davranacaqlar. İnsanlar sizin daxili gücünüzü və vəziyyətə ağıllı yanaşmağınızı hiss edəcəklər. Bu isə həm iş həyatında, həm də şəxsi münasibətlərdə sizə üstünlük qazandıracaq. İş və karyera sahəsində gün olduqca perspektivlidir. Əgər son vaxtlar özünüzü göstərmək üçün uyğun fürsət gözləyirdinizsə, həmin an artıq gəlib çatır. Təşəbbüskar davranışınız rəhbərlik və ya nüfuzlu şəxslər tərəfindən diqqətlə izlənilə bilər. Bugün atacağınız addımlar gələcək uğurlarınız üçün çox vacib təməl yarada bilər. İnadkarlığınız və detallara diqqətiniz xüsusi rol oynayacaq. Çünki bugün uğur yalnız ideya ilə deyil, həm də məsuliyyətli yanaşma ilə gələcək. Siz hər detalı diqqətlə analiz etdikcə həm səhvlərin qarşısını alacaq, həm də peşəkar nüfuzunuzu gücləndirəcəksiniz. Həmkarlar və tərəfdaşlar sizin etibarlı və ciddi insan olduğunuzu daha aydın görəcəklər. Bugün mürəkkəb işləri həll etmək və uzun müddətdir nəticə verməyən məsələləri yoluna qoymaq üçün də münasib zamandır. Bəzi balıqlar üçün yeni layihə, əməkdaşlıq və ya gələcəkdə böyük uğur gətirəcək təkliflər gündəmə gələ bilər. Ən vacibi isə özünüzə şübhə etməməkdir. Çünki bugün uğur sizin cəsarətinizdən və qərarlılığınızdan asılı olacaq. Günün ən uğurlu tərəflərindən biri isə işgüzar ünsiyyət olacaq. İnsanlarla münasibətləriniz olduqca müsbət alınacaq və siz çox fərqli xarakterə malik insanlarla belə asanlıqla ortaq dil tapa biləcəksiniz. Görüşlər, tədbirlər, konfranslar və işgüzar söhbətlər sizin üçün yeni qapılar aça bilər. Bugün tanış olacağınız bəzi insanlar gələcək həyatınızda çox mühüm rol oynaya bilərlər. İlk baxışdan adi görünən bir söhbət zamanla güclü əməkdaşlığa və hətta səmimi dostluğa çevrilə bilər. Ulduzlar göstərir ki, bugün həyatınıza daxil olan insanlar arasında sizə həm peşəkar, həm də emosional dəstək verəcək şəxslər olacaq. Açıq və mehriban davranışınız insanları sizə yaxınlaşdıracaq. İnsanlar sizin səmimiyyətinizi hiss edəcək və sizə güvənmək istəyəcəklər. Bu isə həm şəxsi münasibətlərdə, həm də iş həyatında sizə əlavə üstünlük qazandıracaq.